Bir neçə il əvvəl yaşadıqlarım məndə istər-istəməz tarixə baş vurmaq istəyi yaratdı. Bu mövzu millətimizin ağrılı yeridir. İndi bilirəm ki, insanlar kimi şəhərlərin, kəndlərin də taleyi olur. Kimin evində qoca, yaşlı insan olubsa, o danışıbdır. Çoxları bilmir ki, o qanlı hadisələr bizim yerlərdən də keçib. Babamın meyitini paltarlı gətirib burada, bu qəbirdə bastırıblar. Həmin bu xəncər oradan çıxdı, babamın yaşadığı həyətdə. Erməni xaçı da bu xəncərin üstündədir. 1918-ci ildə bu kəndlərin başına gələnlər barədə az yazıldı, az deyildi. Bunlar Ermənistandan gələndir, burada olan kəndlərin ermənilərdir. Lakin həqiqət heç vaxt itib bata bilməz. Düzdür, deyirlər, ay biz Əliyalıyıq, yox, o vaxt onlar bəy nəsli idi. Bizim deməli zonanın bəyləri o Sərdar kəndində olub, orada da onlar çox müqavimət göstərir. Bizə türklər tez yetişib. Biz türklərin ermənilərlə necə vuruşduğunun şahidi olduq. Bugün faciə şahidləri yoxdur. Ancaq nəsil yaddaşımız hələ yaşayır.